Salam hər birinizə. Bugün də 9 Mart buraxılış imtahanına düşən oxşarlı suallardan birinin həllə baxacağıq. Bu sualda verib ki bizə MN ilə AC bir-birinə paraleldir. BN 8-dir, NC 17-dir, AC isə 20-dir. Bizə burada verib ki, bura alfa bucağı olarsa, yəni paralellik şərtini alır ki, burada alfa bucağı olacaq. Həmçinin bura beta bucağı olarsa, burada beta bucağı olacaq. Burada bizdə qalır gamma bucağı. Biz bilirik ki, oxşarlığa görə eyni bucaq qarşısındakı nisbətlər bir-birinə bərabər olmalıdır. Kiçik alfanın qarşısındakı 8-in nisbəti. Bu MN-ə bir dənə kiçik x verək. 8-in nisbəti. Böyük alfanın qarşısındakı 8 və 17 olsun. Onun bura B-si 25 vermir bizə. 8-in 25-ə nisbəti bərabər olmalıdır. Kiçik qammanın qarşısındakı x-in böyük qammanın qarşısındakı 20-ə nisbəti. Belə yazırıq. Buradan çarpaz vurma ilə bilirik ki, tənasübdən 25x bərabərdir. 8 vursun 20, 160. 25x 160-dırsa, x bərabər olur 160 bölünsün 25. X bərabər olur 6,4. Bizə bu x istəyirdiyilə cavabımız olur 6,4.